Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 7 aprel 2024-cü il tarixində 9-cu sinif şagirdləri üçün təşkil olunmuş buraxılış imtahanında istifadə olunan Azərbaycan dili qrammatika suallarına baxacağıq. Yəni, ötən il keçirilmiş buraxılış imtahanında istifadə olunmuş suallardır. Videoya keçməzdən əvvəl, izaha keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Həmçinin dərslərimiz haqqında məlumat almaq üçün gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Deməli, birinci sual. Bağlayıcı ilə bağlanan həmcins üzvlü cümləni müəyyən edin. Deməli, bizim cümləmiz bağlayıcı ilə bağlanmalıdır və həmcins üzvlü cümlə olmalıdır. A variantında onun tutqun baxışında bulud gəzir, şimşək çaxır. Bu cümlədə bağlayıcı varmı? Xeyr, yoxdur. Ona görə A variantı bizim cavabımız ola bilməz. Həmçinin burada həmcins üzv də yoxdur. Burada mürəkkəb cümlə iştirak eləyirdi. Gəzir xəbər, nə bulud, çaxır, nə şimşək. A variantı cavabımız ola bilməz. B variantı Sənəm xalça palazı yumaq üçün çaya endi, ancaq atlılar görüb geri qayıtmalı oldu. Endi xəbər kim? Sənəm. Qayıtmalı oldu xəbər kim? Yenə Sənəm. Baxıram ki, həmcins xəbərlər işlənib. Çünki hər iki xəbər eyni mübtəda ilə bağlıdır və burada ancaq bağlayıcısından istifadə olunub. Deməli, həmcins üzvlər ancaq bağlayıcısı ilə bir-birinə bağlanıbdır. Məhz məndən də bu tələb olunurdu deyə cavabımız olacaq B variantı. C variantında ya sən danış, ya da uşaqlar gördüklərini söyləsinlər. Danış xəbər kim? Sən. Söyləsinlər kim? Uşaqlar. Bu mürəkkəb cümlədir. Cavabımız ola bilməz. Əlində bir hisli, bir qırıq fanar, kör kimi dolanıb, hey diyar. Varmı burada bağlayıcı? Xeyr, bağlayıcı yoxdur. Bu da ola bilməz. Fit səsi eşidildi, ancaq nədənsə işçilər hələ də görünmürdülər. Eşidildi xəbər nə? Fit səsi. Görünmürdülər. Kim? İşçilər. Bu da mürəkkəb cümlədir. Həmcins üzvlü cümlə deyil. Cavabımız oldu B variantı. 32-ci sual. Musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Tabesiz mürəkkəb cümləsinin tərkib hissələr arasındakı hadisələr. Yəni, məna əlaqəsini soruşur. Məlum məsələdir ki, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında 6 əlaqə var. Onlardan hansının iştirak etdiyini soruşur. Bax, musiqi çalınır, nəğmə oxunur və rəqs edilirdi. Baxırıq ki, musiqi çalındığı zamanda, eyni anda nəğmə də oxunur, rəqs də edilir də, düzdürmü? Yəni, musiqinin yekunlaşmağını gözləmir ki, və ya nəticə olaraq burada hər hansı bir bağlama prosesi yoxdur. Deməli, burada hadisələr eyni zamanda baş verir. Musiqi çalındığı zamanda nəğmə də oxunur, həmçinin rəqs də edilir. Eyni zamanda baş verir. Cavab C variantı. 33-cü sual. Cümlələrdən birində şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir. Neyəcək? Şəxs əvəzliyini yer zərfliyi vəzifəsində axtarıq. Bu adətən biz və siz sözləri olur. Biz və adətən yönlük, yerlik və çıxışlıq hallarda olduqda bu hadisə baş verir. Baxıram, A variantında haradan gəlirsiniz? Şəxs əvəzliyi yoxdur. Bizdən nə istəyir? Şəxs əvəzliyini istəyir. Bu məsələdə hamımızda günah var. Yenə şəxs əvəzliyi yoxdur. Bu işarədir. Hamımızda qeyri-müəyyən ola bilməz. Uşaqlar bizdən çəkinirdilər. Kimdən? Burada tamamlıq rolundadır. Bizə nə lazımdır? Yer zərfliyi. O bəriyə gəldi. O, kim o? Mübtəda rolundadır. Anam sizdən gəlirdi. Gəlirdi kim? Anam. Haradan? Sizdən, yəni sizin evinizdən. Cavab E variantı. 34-cü sualda uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin səbəbini bildirir. Deməli, baxaq variantlara. A variantında deyir ki, o mücrünü götürüb onun qabağında asdı. O mücrünü götürüb onun qabağında asdı. Necə, nə tərzdə? Mücrünü götürüb. Necə sualın verdiyi düzdürmü? Deməli, tərz bildirir. 1A. A. 2. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Necə, nə tərzdə? Qaça-qaça. B-ni də 1-ə yazdıq. Gördüyündən təəssüflənərək başını yellədi. Başını yellədi. Nə üçün? Nə səbəbə? Təəssüflənərək, yəni təəssüfləndiyi üçün. C variantı səbəb bildirir. Bunu 2-yə yazıram. D variantı müəllim danışanda qulaq asmaq lazımdır. Danışanda feili bağlamadır. Amma nə zaman sualına cavab verir? Yəni zaman bildirir. Bu heç birinə uyğun gəlmir. E variantı utanıb başını aşağı saldı. Başını aşağı saldı. Nə üçün? Nə səbəbə? Utanıb. Deməli, buradakı utanıb sözü səbəb məzmunu daşıyır. Bu da 2-yə uyğun gəlir. 1-ə
A, B, 2-yə də C, E, yəni olur cavabımız D variantı. 35-ci sualda hansı cümlədə 2 ədat işlənibdir? Baxıram, A variantı. O, lap ağ eləyib ki. Elə A variantıdır cavabımız. Niyə? Çünki burada lap qüvvətləndirici ədatımız, həmçinin ki qüvvətləndirici ədatımız işlənibdir. Deyə bilərsiniz ki, ki niyə bağlayıcı deyil? Çünki əgər ki bağlayıcısı olsaydı, onun davamı mütləq gəlməli idi. Ki bağlayıcısı sadə cümlədə iştirak eləyə bilməz. Həmçinin sadə cümlənin, istənilən heç bir cümlənin sonunda gələ bilməz. Ona görə cavab elə A variantıdır. B variantında bil ki, buradakı ki bağlayıcıdır. Fikir ver, vergüllə ayrılıbdır. Bil ki və nəyi sualın tələb eləyir. Bağlayıcının tələbidir bu. Göyə çıxsa da, burada bir dənə da ədatı işlənib, amma bizə nə lazımdır? 2 ədat lazımdır. Axı sən haradan biləsən? Burada ax ədatı işlənib bir dənədir, bu da olmaz. Kaş hər şey bu gün həll ola. Burada kaş ədatı yenə də bir dənədir. Daha mənim sənə sözüm yoxdur. Daha ədatı yenə də bir ədat işlənibdir. Cavabımız oldu A variantı. 36-cı sual sadə sözlər sırasını müəyyən edin. Biçənək sözünün kökü biçdi, ənək leksik şəkilçi A variantı ola bilməz. Çıraq sadədir, dırnaq sadədir. Cavab B variantı olur. C variantında tozanaq sözü düzəltmədir, bulanıq sözü düzəltmədir. Yataq sözündə aq leksik şəkilçidir, öskürəkdə ək leksik şəkilçidir. Suvaqda suvamaq sözün köküdür, q leksikdir. Aq ək şəkilçisinin qalığıdır. Boyamaqda da, boyaqda da eyni qaydada. Deməli, cavabımız nə olacaq? Çıraq və dırnaq sözləri quruluşca sadədir. 37-ci sual. Cümlələrdən birinin xəbəri yazılışından fərqli tələffüz edilir. Baxaq, anam mənimlə səmimi danışdı. Danışdı, olduğu kimi tələffüz olunur. Günəş qürub edəndə rəngi saralır. Saralır xəbərdir və olduğu kimi tələffüz olunur. Bu da olmaz. Sabah atam xarici ölkədən qayıdacaq. Q xıya çevrilir. Cavab C variantı olur. Xəbərimiz necə fərqli tələffüz olundu. D variantında tutmuşdular. Heç bir tələffüzdən fərq müşahidə olunmaz. İnsan qocalır, tez qocalır. Qocalır xəbərdir və olduğu kimi tələffüz olunur. Cavab C variantı. Daha sonra digər sualımız 38. Biri feili birləşmədir. A variantı ola bilməz. Niyə? Çünki bilmək sözü özündən əvvəl gələn feilə Aə şəkilçisi ilə bağlanır və bir mürəkkəb söz yaradır. Şərəfli ömür əsas tərəf isimlə ifadə olunub, ismi birləşmədir. C variantında oxuyub anlama, bu defslə yazılan mürəkkəb isim hesab olunur. Nə oxuyub anlama? Şagirdin deyirəm ki, oxuyub anlama qabiliyyəti inkişaf edib. Nə qabiliyyəti, düzdür? Nə isimdir. C variantı getdi. E variantı təbiətin gözəlliyi, yenə əsas tərəfimiz isimlə ifadə olunub. Bu da olmaz. D variantı uşaq oxuyanda feili bağlamadır və uşaq sözünü özünə tabe eləyib. Cavab D variantı. Feili birləşmə və ya feili bağlama tərkibi tapdıq. 39. Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb bazardan darçın və bir dəstə göyərti aldı cümləsini sintaktik təhlili ilə bağlı doğru fikri müəyyən edin. Təhlil edək. Aldı xəbər. Kim? Orxan. Orxan nə aldı və ya nəyi aldı? Darçın aldı, tamamlıq. Göyərti aldı. Nə qədər göyərti? Bir dəstə. Nə qədər suala cavab verən söz ismə aid olduğu üçün təyin rolundadır. Haradan aldı? Bazardan aldı. Zərfli idi, isimlə ifadə olunubdur. Necə, nə tərzdə? Anasının tapşırdıqlarını bir-bir yadına salıb və ya salaraq. Bu da feili bağlama tərkibidir, zərflik rolundadır. A variantı, bazardan yer zərfi ilə ifadə olunmuş yanlışdır. Bazardan sözü yer zərfi deyil, isimlə ifadə olunubdur. Düzdür, yer zərflidir, amma isimlə ifadə olunub. Ona görə A variantı yanlışdır. Götürmərəm. Bizdən nə istəyir? Doğru fikri. B variantı, xüsusi isim tərzi hərəkət zərflidir. Baxıram ki, Orxan sözü xüsusi isimdir və mübtədadır. Səhvdir. Bir dəstə kəmiyyət zərflidir. Yanlışdır. Bir dəstəni nə göstərmişəm? Təyin göstərmişəm. Çünki əşyaya aiddir, ismə aiddir. Darçın, göyərti həmcins tamamlıqlardır. Bəli, bax, darçın aldı, göyərti aldı. Tamamlıqların da işarəsini çəkmişik. Cavab olacaq D variantı. E variantında xəbər quruluşsa mürəkkəb feillə ifadə olunmuşdur. Xəbər aldı feilidir, o da sadə feildir. Və nəhayət sonuncu sualımız 40-cı sual. Ürəyi açıq sözünün təhlili ilə bağlı səhvi istəyir. Ürəyi açıq. Deməli, mürəkkəb sifətdir bu. Deyir ki, mürəkkəb sifətdir, necə sualına cavab verir? Doğrudur. İkinci tərəfi sadə sifətdir. İkinci tərəf açıq sözüdür və bu düzəltmədir. Açmaqdan açıq sözü yaranıbdır. Səhvdir. Cümlədə əsasən təyin olur. Bəli, sifətlər əsasən təyin olur. Bu da doğrudur.
D variantı birinci tərəfi, yəni ürəyi sözü mənsubiyyət şəkilçisi qəbul edibdir. Doğrudur. Onun ürəyi deməkdir, düzdürmü? Onun ürəyi deməkdir. Deməli, doğrudan da birinci tərəf mənsubiyyət şəkilçisi qəbul edib. Bu da doğrudur. Adi dərəcədədir. Bu da doğrudur. Burada nəyi gözümüzdən qaçırdıq? İkinci tərəfi sadə sifətdir deyir, amma düzəltmə sifətdir. Bizdən də səhvi istədiyi üçün eləməz cavabımız B variantı olacaq. Çünki bizdən nə istəyirdi? Səhvi istəyirdi. Deməli, ötən ilin 9-cu sinif buraxılış imtahanının sualları bu qədər. Dediyim kimi suallarınız olarsa yuxarıda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin dərslərimiz haqqında əlavə məlumat almaq üçün də yenə də eyni nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.